İmam Hüseyn İslamın şəhididir. İmam Hüseyn dinin şəhididir. İmam Hüseyn peyğəmbərlərin varisidir. O peyğəmbər bütün məzhəblərin peyğəmbəridir. Varisdir bütün peyğəmbərlər üçün. İmam Hüseyn əleyhissalam rivayət buyurur ki, nədir? Nə irs aparır? Peyğəmbərlik irsi aparır, yox. Risaləti çatdırmaq irsidir. O peyğəmbərlərdən hansı məsələləri İmam Hüseyn irs aparır? Onları bir-bir biz qeyd eləyəcəyik. İlk öncə, əzizlər, bir məsələni sizin üçün qeyd eləyim. İmam Hüseyn əleyhissalamın düşmənlərini biz 3 dəstəyə bölə bilərik. Birinci dəstədə olan İmam Hüseynin düşmənləri onun qatilləridir. Hüseyni öldürdülər, balalarını öldürdülər, doğradılar, üstlərindən at çapdılar. Bu düşmən Hüseyni yalnız və yalnız şəhadətə yetirməklə əbədiləşdirdi. Bu düşmən o qədər təhlükəli düşmən deyil. Bu düşmən Hüseyni öldürməklə ətir şüşəsini sındırdı, onun ətiri hər yeri bürüdü. Bu düşmən bunu elədi. Bu düşmənin işi bundan ibarət idi. Bunlar bir gün nə olacaqlar? Hər bir şəhid edilən insan bir gün öz əcəli ilə öləcək. Hər bir insan öz əcəli ilə bir gün dünyadan köçəcək. İmam Hüseyn də sağ qalsaydı, yenə də öz əcəli ilə bir gün dünyadan köçərdi. Bütün insanlar kimi. Amma düşmən onu öldürməklə neynədi? Əbədiləşdirdi Hüseyni. Birinci düşmən budur. İkinci düşmən Hüseynin tarixi izlərini silmək istəyir. İkinci düşmən neyniyib tarixdə? Məsələn, Abbasilər neyniyiblər? Əməvilər neyniyiblər? Hüseynin qəbrinə suyu döndəriblər, qəbir aradan geçsin. Od vurublar, yandırıblar. Bütün əsərlərin aradan aparmağa çalışıblar. Məclis qurmağa, Hüseynin adını çəkməyə, onun ziyarətinə getməyə imkan verməyiblər. İnsan olub, deyib, əlimi kəsin, mən gedim Hüseyni neyniyim, ziyarət edeyim. Mən bu əlimi, qolumu verməyə hazıram. Mən gedim Hüseyni ziyarət edeyim. İstəyiblər İmam Hüseyni neynəsinlər? Aradan aparsınlar, onun tarixini aradan aparsınlar. Abbasi xəlifələrin dövründə əmr verdilər, dedilər ki, o qəbrin yaxınlığında bir sidr ağacı var, o sidr ağacını kəsin. Xəlifənin yanında oturan qalxdı ayağa, dedi, Subhanallah, Subhanallah. Dedi, nə oldu? Dedi, mən bir hədis görmüşdüm Peyğəmbərə Əkrəmdən. İndi bunu eşitdim, mən o hədisi indi başa düşdüm. Dedi, nə hədis eşitmisən? Deyir, Peyğəmbər gördüm bir yerdə, deyir ki, Allah lənət eləsin sidr ağacını kəsənə. Mən deyir, indi başa düşdüm. Elə fikirləşirdim ki, Peyğəmbər nə demək istəyir bundan? Allah lənət eləsin sidr ağacını kəsənə, yəni nə? Nə mənası var bu hədisin? İndi başa düşdüm, siz o sidr ağacını kəsirsiniz ki, insanlar o sidr ağacı ilə Hüseynin qəbrini tapırlar, qoy tapa bilməsinlər. Nə var, hər il ərbəyinə gedirsiniz, gedirəm, yaxşı eləyirəm, borc eləyib gedəcəm, ac qalacam, gedəcəm, fəhləli eləyib gedəcəm. Çünki sən bilirsən mən hara gedirəm. Sən bilirsən Hüseynin qəbri nədir? Sən bilirsən Hüseynin açdığı məktəb nədir? Ona görə bu cür şübhələrlə sən mənə görə narahatsan? Mənim uşağıma görə narahatsan? Yox. Sənin narahatçılığın başqa şeydir. İkinci düşmən neyniyib? İmam Hüseyn əleyhissalamın tarixdən izlərin silməyə çalışıb, bu ikinci düşmən birinci düşmənə nisbətdə daha təhlükəlidir. Birinci düşmən Hüseyni öldürdü. Bu o qədər təhlükəli deyildi. Bir dənə Hüseyni düşmən bunların ikisindən də təhlükəlidir və şeytanın tapşırığı ilə hərəkət edir. O nədir? O istəyir İmam Hüseyn əleyhissalamın məclisi, məktəbi yalnız və yalnız anım həddində qalsın.
Yəni gəl, ağla, çıx get. Hüseynin hədəfi nədir başa düşmə. Bu düşmən neyniyib? Bu cür təbliğatlar aparıb. Neyniyib? Yalnız və yalnız bir anım keçirt. Bu məclislər nədir? İllərlə məclislər keçirdirsiniz. Başlayır Məhərrəm ayı. Şükür Allaha, Azərbaycan xalqının qanında Əhl-i Beytin qanı axır. Onların damarlarında Əhl-i Beyt qanı yoğurulub Əhl-i Beytin mərifəti ilə. Ata-babalarımız, Allah onlara rəhmət eləsin, onlar yoğurublar bizim qanımızı Əhl-i Beytin qanı ilə, o mariflə. Bugün gəlirlər, Məhərrəmlik başlayan kimi, başlayır biri ki, Məhərrəmlikdə toy eləmək olmaz deyilən bir şey yoxdur şəriətdə. Bəyəm şəriət deyib ki, sənin aton öləndən sonra sən qəmgin olasan, şəriət onu deyib. Elə atavun qəbrinin üstündə zurna balabanla işivi gör də, niyə görmürsən? Niyə? Şadlıq elə də, əzizün öləndə şadlıq eləyirsən, bu nə məntiqdir? Bu bəllidir, bunlar özləri də bilirlər ki, bu düzgün məntiqi deyil. Sadəcə İmam Hüseyn əleyhissalamın həmən anın məclisləri olmasın və yaxud da ki, o yalnız və yalnız bir dənə anım həddində, onun hədəfləri başa düşülməsin, çatdırılmasın hədəflər. Bu düşmən nədir? Daha təhlükəli düşməndir. Biz bu ziyarətnaməni oxuyanda